Salam. Bu günləri DİM test toplusundan çevre üstü bərabər sürətli hərəkətə aid olan maraqlı testlərdən birinə baxacağıq. Yəni başlayaq. Deməli, testdə bizdən nə sorulur? Deyir, radiusu 20 santimetr olan disk bərabər sürətlə fırlanaraq 0,4 saniyədə bir tam dövr edir. Diskin fırlanma oxundan ən kənar nöqtəsinin sürətini hesablayın. Yadınızda saxlayaq ki, ilk öncə diskin bu bir neçə məsələlərdə var. Diskin ən kənar nöqtəsinin sürəti dedikdə, məsəl üçün, ya buranın sürətini soruşur, ya buranın sürətini soruşur, ya buranın sürətini soruşur, eləmi? Diskin ən kənar nöqtəsidir. Bu, diskin ən kənar nöqtəsi nə deməkdir? Yəni, mərkəzdən olan, bax, bu məsafə. Bax. Deməli, bu hissə nəyi ifadə edir? Diskin radiusunu. Demək ki, bizə radiusu 20 santimetr boş yerə verməyibdir. Mən artıq onun radiusuna olan düsturlardan istifadə edəcəm və xətti sürətinin təbii ki, bir sıra düsturları var. Hansı ki, bizdə nə var? Döyülmə periodu var, radius var, pi var. Deməli, indi biz V-nin hansı düsturunu istifadə etməliyik? V bərabərdir 2 pi r bölünsün P düsturuna istifadə etməliyik. İndi gələk. Öncə mən burada 20 santimetri, baxın, bizdən nə istəyir cavabda? Metr böl saniyə ilə. Əgər santimetr böl saniyə ilə istəsəydi, mən bunu çevirməzdim. Metr böl saniyə ilə istədiyinə görə 20 santimetr neçə metrə bərabərdir? Bərabərdir. Yəni, çevirməni birinci həll eləyək. 20-ni saxlayıram əmsalım. 1 santimetr neçə metrdir? 1 metrimiz 100 santıdır. Onda 1 santı da 100də 1 metrdir. 20-ni vuracam. 100də 1 metrə. Bu da eləyəcək 0,2 metr. İndi artıq məsələmizi rahatçılıqla həll eləyə bilərik. 2 vurulsun pi-nin yerinə 3 qoyuruq. 3 veribdir. Vurulsun 0,2 ilə hesablayacam artıq. 0,2 periodumuz isə indi mən hardan bilirəm bu perioddur? Çünki bu saniyədə bir tam dövr edib. Periodun tərifi necə idi? Tam bir dövrə sərf olunan zaman. Deməli, bu saniyədə bir dövr gedibsə, bu elə periodun özünə bərabərdir. 0,4 bərabərdir. Gəlin hesablayaq. Burada bu ilə bu ixtisar gedəcək. Burada qalacaq 2. Bu 2 ilə bu 2 də gələcək. Cavabımız olacaq 3 metr bölünsün saniyə.